Bu ise bizim 1 dəqiqəlik videomuzdur. Instagram üçün hazırlanmışıq. Daha doğrusu 18 saniyəlik bir videodur. Bir çox müğənnilər oldu. İndi onların tam ətraflı videosunu sizə yazacağım. Sizə deyəcəm. Salam YouTube, mən Kamran Bəyəziz. Bildiyiniz kimi Azərbaycanda foto və video çəkilişlər həyata keçiririk. Toy çəkilişi olsun, toy çəkilişlərinin istər fotosu olsun, istər video olsun və istər sinxron çəkiliş olsun və eləcə də xına olsun, həri olsun, ad günü çəkilişləri olsun, foto, videosun həyata keçirib sizə təhvil veririk. Bugün isə Şərq Sarayda idik. Bugün deyən yerdə ki, bir neçə gün bundan qabaq və onun backstage çəkilişlərini sizə hal-hazırda göstərəcəm. Deməli dostlar, bu Şərq Sarayın giriş hissəsidir. Və bəynəngəlimiz artıq saraya daxil olur. Burada artıq masanı sizə göstərəcəm. Hal-hazırda ekranın sağ tərəfində Instagram adresini görürsüz. Şərq Sarayın administrator nömrəsi var və onlarla əlaqə yarada bilərsiniz. Biz artıq bu interyer çəkilişinə başlamışıq sizə göstərmək üçün. Yenə deyirəm, bəygəlin formasıdır, ümumi tutumudur, bu cür görünür və başlayır artıq bəynəngəlinin Şadlıq Sarayına girişi. Qeyd edim ki, 2 kamera ilə çəkmişik. Backstage kimi birini DJI Osmo 1 paket 1 ilə hal-hazırda ekranı göstərirəm sizə. Bir də Fujifilm X-D3 kamerası ilə və Mirvari rəqs qrupu demək olar ki, rəqsinə başlayır artıq burada. Açılış rəqsidir bunlar hamısı. İlk öncə Mirvari rəqs qrupu açılış elədi. Daha sonra isə bəynəngəlin artıq Şadlıq Saraya daxil olur. Biz hər forma, hər yerdən çəkməyə çalışırıq. Və Mirvari rəqs qrupunun açılış rəqsidir bu artıq. Çox möhtəşəm açılış rəqsi etdilər. Hətta orada bir neçə personaj var idi. Xanımlar və bəylər əla ifa edirlər. Və artıq bir personaj, nənə personajının toya açılış rəqsinə girişidir bu. Bu da möhtəşəm bir personajdan biri idi. Bəynəngəlinin yerindən çəkmişik sizə ətraflı göstərmək üçün. Yeri necə uzundur deyilən. Sadəcə möhtəşəm rəqs qrupudur və möhtəşəm açılış oldu. Və burada İlkin bəy açılışa özəl Azərbaycan mahnısını səsləndirir. Möhtəşəm səsə sahibdir. Qısa-qısa kəsəcəm, videoları qısa-qısa verəcəm ki,
YouTube-da hər hansı bir problem yaranmasın. Toyun gedişatını sizə paylaşacağım. Xoşbəxt olsun gənclərimiz. İnteryeri bu cürdür. Bu hardasa bir uzaq məsafədən çəkmişik, zoom edib çəkmişik İlkin bəyi. Səsi o qədər möhtəşəmdir ki, hətta mən də oynamaya çalışıyorum. Daha doğrusu oğlum oldu. Və burada artıq interyeri göstərirəm sizə. Və növbəti qonaqlar, müğənni qonaqlarından biri Leyla xanım idi. Çox möhtəşəm səsə malikdir bu xanım. Səhv etmirəmsə, muğam müsabiqəsinin qalibi olmuşdu. Yenə deyirəm, səhv etmirəmsə, çünki mən bu xanımı məhz o müsabiqədən tanıyırdım. Ən çox da Mirələm bəylə daha çox çıxışlar olur. Bu bizim Fuji X-T3 çəkiliş kamerası ilə çəkilişimizdir. Həm iki kameradan istifadə elədik. Backstage kimi DJI Osmo 2-dən istifadə elədik və əsas çəkilişimiz isə Fujifilm X-T3 kamerasından olmuşdu. Burada artıq aş verilir. İndi birazdan od püskürən əmi də gələcək. Keçən dəfə toyda uşaq belə səslənirdi. Aha, bəy gəldi. Aha, bu çıxışdan sonra artıq arxasında aş gətirilir. Ceyhun Bakinski də müğənni qonaqlar sırasında idi. Təbii ki, çəkməsəm olmazdı. Çox sevdiyim müğənnilərdən biridir. Çox danışmıram ki, siz onu canlı ifasına qulaq asa biləsiniz. Demək olar ki, Ceyhun Bakinskinin mahnıları lirik tərzdə idi. Sakit tərzdə bəylə gəlmə rəqsini çəkmişik. İstər uzaqdan olsun, istər yaxından olsun. Uzaqdan ona görə çəkdik ki, interyeri də siz rahat görəsiniz deyə. Möhtəşəm işıq sistemləri var bu restoranın. Ümumiyyətlə hər restorana gedəndə çalışıram ki, interyerini çəkib sizə göstərim. Sol hissəsində çəkiliş etmişəm, xüsusi işıqlarını görəsiniz deyə. Və toyun demək olar ki, sonlarına yaxınlaşırıq. Bən qrupu gəldi. Burada demək olar ki, gənclərimiz əyləndi artıq və diskoteka başlamış olur. Bir neçə kadrlar verəcəm sizə, həm uzaqdan olsun, istəyir yaxından olsun, interyeri görəsiniz deyənə. Belə dostlar, özünüzə yaxşı baxın, hələlik.
Dostlar, bu bizim Instagram səhifəmizdir. Burada demək olar ki, çox az hissəsini paylaşırıq bu işlərimizin. Yəni ora gedib baxa bilərsiniz. Bu da bizim əlaqə nömrəmizdir. Əgər çəkilişə ehtiyacınız olarsa, biz sizin çəkilişinizi edə bilərik. Dostlar, özünüzə yaxşı baxın. Hələlik.